Bir yaradıcı müəllim olaraq necə edirsiniz? Uşaqlar necə mənimsəsin bu materialları? Bu dövrdə biraz proqram materialımızın çətin olması bəzi uşaqlarda çətinlik törədir. Artıq uşaqlar belə desək də 21-ci əsrin uşaqlarıdırlar. Onlar Z nəslinin uşaqları da belə deyərdik. Burada biz müəllim olaraq çalışırıq uşaqların dərs prosesinin yorucu olmasın. Mənə elə gəlir ki, bacarırıq, alınır bu bizdə. Belə istədiyiniz öz tədris metodlarınızdan paylaşasınız bizimlə. Pozitivliyi, motivasiyanı üstün tutmuşam. Uşaqları yormadan, sevərək, ilk öncə onlara sevgi vermək və çalışırıq dərslər daha əyləncəli olsun. Düşünürlər ki, bu müəllim ancaq əylənir, dərs keçmir. Əylənərək öyrənməyə üstünlük vermək mütləqdir. Filan kəs yaxşı müəllim deyil, pis müəllimədir. Əslində yaxşı müəllim, pis müəllim yoxdur. Müəllimi ilə bir olan valideyn üçün müəllim yaxşı valideyndir. Tənqid təbii ki, özü də bir İnkişafdır. Yəni, kimsə ona söz deyə bilməz, onu tənqid edə bilməz. Müəllim özü bir öyrədici fiqurdur və gələcək nəsli böyüdən bir insan müəllimdir. Yəni, təbii ki, əgər bir sinifdə təhsil alan 25-30 şagird varsa, az sayıla deyirəm, orada yaxşı oxuyan da var, oxumayan da var, ortada var. Yəni nəticələr təbii ki olur. Çünki iki uşağı belə deyək də ruhdan salır. İki ilə canımızı qurtara biləcəyikmi? Yox. Çalışıb səbəb hardan qaynaqlanır? Bəzən sənin övladın zəifdir, sənin övladın güclüdür. Bəli, ailə daxili problemlər o uşaqda özünü göstərir. Dedim ki, mütləq uşağa cəza vermək lazımdır. Həqiqətən sizin dediyinizdə həqiqət var imiş. Demək ki, tərbiyədə və təhsil cəza sistemi mütləq olmalıdır. Mütləq olur. Orada nəticəni görə bilirik. Xüsusi təhsilli uşaqla necə işləmisiniz? O şagirdlər bizdəndir, bizim birimizdir. Onların bizim qayğımıza ehtiyacı var, onların bizim sevgimizə ehtiyacı var. Ümidləri yerdə idi ki, yox, biz təhsilimizi sona qədər davam elətdirəcəyik və hamıdan biri olurdu. Heç kim imtahan verdi və qəbul oldu. Siz bir gəncə həyata qaytarırsınız. Bəli. Əsas onları sosiallaşdırmaq, cəmiyyətə qazandırmaq. Sosiallaşdırmaqdır və bu da biz müəllimlərin üzərinə düşür. Mən desək də, qayğıya ehtiyacı olmayan bir şagirdi öyrətmək asandır. Oğlunuzla hər zaman qürur duyan bir anasınız. Həm ana, həm müəllim olmaq həqiqətən çətindir. İlk valideyn, həm də elə ilk müəllimdir. Evdə ana ola bilim. Bunu hər bir valideynin qarşısında məqsəd olmalı ki, övladını hansı zirvədə görmək istəyir. Düşünürsünüz ki, bu yanlışdır peşə seçimində daxil olmaq. Təbii ki. Əlaçılıq bir potensial, yoxsa genetik kod, yoxsa aşırı çalışqanlığın bir nümunəsidir. Hər üçü öz yerini göstərir. Valideyn müəllimi dəstəkləyirsə, müəlliminin yanındadırsa, onun iradlarını qəbul edirsə, onun övladı hansısa həmişə uğurdadır. Biz bunu bacarırıqmı valideyn olaraq? Həmişə müəllimi tənqid etməməliyik, müəllimdə günah axtarmamalıyıq. Yox, müəllimin düzdür, o nə etsə düz edib. Biz də bir insanıq, necə səbirli olmalıyıq. İşimizdə sevgi olan yerdə hər şey möhtəşəm olur. Sevgi ki, bu üçlük mütləqdir. Müəllim, şagird, valideyn. Bəli, elə uğurlu təhsilin də başlanğıcı budur. Demək ki, nəticəmiz də gözəl olacaq. Təşəkkür. İlk öncə Kəmalə xanıma təqdim edək. Məktəb lisey kompleksinin ibtidai sinif müəllimi Kəmalə Mehdiyeva. Xoş gəlmisiniz. Çox sağ olun, təşəkkür edirəm dəvətiniz üçün. Biz təşəkkür edirik gəldiyiniz üçün. Kəmalə müəllimə, sizə bir neçə suallarımız olacaq. Biz bilirik ki, siz təhsil sektorunda öncül müəllimlərdənsiniz. Uşaqları çox sevən, onların hisslərinə, duyğularına toxunmağı bacaran müəlliməsiniz. Ona görə də sizə təşəkkür edirik ilk öncədən. Necə düşünürsünüz Kəmalə müəllimə? Etiraf edirik ki, bugün həqiqətən təhsil sektoru çox çətindir. Belə deyək, uşaqlar qavraya bilmir materiallar çox ağırdır. Bir yaradıcı müəllim olaraq necə edirsiniz? Uşaqlar necə mənimsəsin bu materialları? Çox sağ olun, təşəkkür edirəm yenə. Bəli, düzgün vurğuladınız. Bu dövrdə biraz proqram materialımızın çətin olması bəzi uşaqlarda çətinlik törədir. Əslində deyərdim ki, bunun öhdəsindən gələ bilirikmi? Bəli, artıq uşaqlar belə desək də 21-ci əsrin uşaqlarıdırlar. Onlar Z nəslinin uşaqları da belə deyərdik. Onlar öyrənməyə daha açıqdılar. Çalışırıq, yəni bir müəllim olaraq çalışırıq dərslərimizi daha əyləncəli qurduqda, daha maraqlı olduqda, uşaqların məktəbə sevgisini artırdıqda, uşaqlar o zaman öyrənməyi daha çox sevirlər. Yəni burada biz müəllim olaraq çalışırıq uşaqların dərs prosesinin yorucu olmasın. Uşaqlar artıq onu istəyir. Əylənərək öyrənməyi də üstün tuturlar. Biz də bu yolda çalışırıq onlara dəstək olaq. Mənə elə gəlir ki, bacarırıq,
alınır bu bizdə. Kəmal xanım, əgər sir deyilsə, öz tədris metodlarınızdan paylaşarsınız bizimlə. Yox, heç bir sirri yoxdur. Ümumiyyətlə mənim pedaqoji yanaşmamda, yəni həmişə pozitivliyi, motivasiyanı üstün tutmuşam. Bu mənim ilk belə desək də düşüncəm olubdu, ilk üsulum olubdu. Uşaqları yormadan tədris Uşaqları etmək. yormadan, sevərək, ilk öncə onlara sevgi vermək. Bilirik ki, sevgi olan yerdə istənilən bir işi aşıra bilərik, belə Bəli. desək. Əgər bir müəllim sinifdə sevgini yetərincə verirsə və bunu sevgini verib və dərsi, belə desək, əldə etməyə çalışırıq. Mən də dərslərimi çalışıram. Ən çox uşaqlar, belə deyək də, məktəbə hazırlıq qrupları, 1-ci sinifdə bu müəllimlərə daha çox kömək olur. Çünki uşaqlar bu dövrdə evdən gəlirlər, fərqli bir mühitdən gəlirlər. Məktəb mühiti onlar üçün fərqli olur və çalışırıq dərslər daha əyləncəli olsun. Əyləncəli olsun deyəndə bəzən kənardan baxanda düşünürlər ki, bu müəllim ancaq əylənir, dərs keçmir. Amma əylənərək öyrənmək daha gözəldir. Çünki uşaqların yaddaşında o daha gözəl qalır və onlar gedib onu maraq dolu evdə danışa bilirlər. Təbii ki, gördüyümüzü danışdıqda o daha da formalaşır bizdə. Ona görə uşaqlarda əylənərək öyrənməyə üstünlük vermək mütləqdir. Çox doğru buyurursunuz Kəmalə xanım. Biz psixoloqlar kiçik yaşlı uşaqlarımıza terapiyalarda oyun terapiyası tətbiq etdiyimiz halda siz də nə gözəl öz terapiyanızı məhz sinifdə tətbiq edirik. Bəli. Nə gözəl, yəni həqiqətən alqışa layiq bir haldır. Kəmalə müəllimə, yaxşı müəllim və pis müəllim obrazı bəzi valideynlərin arasında həqiqətən formalaşmışdı və biz bunu sosial şəbəkələrdə də görürük və tez-tez qulağımızla eşidir ki, filan kəs yaxşı müəllimdir, filan kəs yaxşı müəllim deyil, pis müəllimədir. Varmı belə bir anlayış? Var, təəssüf hissi ilə qeyd edəcəm ki, var. Əslində yaxşı müəllim, pis müəllim yoxdur. Müəllimin hamısı yaxşıdır və mən həmişə də deyirəm, müəllim sinifə öyrətmək üçün girir. İstənilən bir müəllim sinifə daxil olursa, onun qarşısında məqsəd şagirdini öyrətmək olur. Gəlin baxaq, valideyn hansı mövqedən baxır və onun müəllimi yaxşı müəllimdir, onun müəllimi pis. Təbii ki, şagirdinin iradını qəbul edən valideyn, müəllimi ilə bir olan valideyn üçün müəllim yaxşı valideyndir. Çünki onun şagirdinin irəliləyişini, belə desək, nöqsanını dedikdə, hətta belə desək, müəllim tənqid etdikdə, tənqid təbii ki, özü də bir inkişafdır. Yəni bu mütləqdir. Bəli. Yəni hardasa tənqid etdikdə valideyn bunu qəbul edir, səninlə bərabər bu yolda addımlayır, orada inkişaf görürük və o şagirdin uğurunu izləyə bilirik. Valideyn də öz övladının uğurunu izləyir və o zaman müəllim yaxşı müəllim olur. Yox, valideyn şagirdinin tənqidini qəbul etmir. Mənim övladım nə istəyir, onu edəcək. Kimsə ona söz deyə bilməz, onu tənqid edə bilməz, ona heç bir söz deyilə bilməz və nöqsanlarını qəbul etmir. Deyilən iradları qəbul etməyəndə bu zaman müəllim pis müəllim olur. Amma valideyn müəllimlə bir olsa, o üç bucağı alındıra bilsə, o zaman mənə elə gəlir cəmiyyətdə pis müəllim yoxdur. Müəllim özü bir öyrədici fiqurdur və düşünün ki, gələcək nəsli inkişaf elətdirən, gələcək nəsli böyüdən bir insan müəllimdir. Yəni hər kəs müəllim biz müəllimləri sevməliyik, onlara hörmətlə yanaşmalıyıq. Bu həmişə olan bir məsələdir. Sosial mediada da, sosial şəbəkələrdə də müəllimlərin bəzən olur. Müəllim deyə bilmərik, səhv etmir. Müəllim də bir insandır. Müəllim də hardasa ola bilər, öz emosiyalarına qapıla bilər, hardasa nə isidir. Amma bunu böyüdüb bütün müəllimlərə şamil etmək doğru deyil. Kəmal xanım, təcrübələrinizdə 2 alan uşaqlarına çox güman ki olub. Yəni uzun illərdir siz bu sahədəsiniz. Baxın, bu 2 alan tələbələrinizin siz valideynlərini dəvət etmisiniz. Çox güman ki, onların nə üçün 2 aldığının səbəblərini soruşmağa cəhd etmisiniz və ya izah etməyə cəhd etmisiniz ki, yəni filan səbəblərə görə bu uşaq 2 alıbdır. Bu situasiyalarda valideynin reaksiyaları necə olub sizə? Təbii ki, əgər bir sinifdə təhsil alan 25-30 şagird varsa, az sayla deyirəm. Orada yaxşı oxuyan da var,
oxumayan da var, ortada var. Yəni nəticələr təbii ki, olur. Əslində sinifdə çalışmışam, heç vaxt 2 yazmayım. Yəni onlara qıymamışam belə desəm. Onların qəlbini qırmaq istəməmişəm. Çünki 2 uşağı belə deyək də ruhdan salır. Bəli. Yəni o ruhdan salmaq akademik bilik mütləqdir, təbii ki, olmalıdır. Amma hansısa şagird nəyisə bilmirsə, bunu 2 verib onu 2 ilə canımızı qurtara biləcəyikmi? Yox. Çalışmışam hardasa bir nöqtə qoyum gündəliyinə, qiymət kitabçasına və valideynə təbii ki, bunu bildirmişəm ki, məsələn, və izləmişəm ki, səbəb hardan qaynaqlanır? Bəzən olur ki, ailə daxili problemlərdən qaynaqlanır, valideyn nəzarətsizliyindən qaynaqlanır. Bunu da valideynləri belə deyək, çağırıb təbii ki, təklikdə mən həmişə düşünürəm ki, heç bir müəllim, heç bir şagirdi ümumi valideyn içərisində övladını valideynə sənin övladın zəifdir, sənin övladın güclüdür deməsin. Çünki bu biraz valideyn olaraq insana bir pis təsir edir. Valideynlə söhbətdə bəzən məlum olub ki, bəli, ailə daxili problemlər o uşaqda özünü göstərir və bunu çalışıb bir əl-ələ verib, hətta keçənlərdə bir problem olmuşdu. Mən valideynə dedim ki, mütləq uşağa cəza vermək lazımdır. Yəni uşaq oxumur, səbəbi deyir ki, oxumur, o ancaq uşaqdır. Təbii ki, 3-cü sinifdə uşaq olmur, artıq böyüyübdür. Dedim, valideyn şagirdə bir cəza olmalıdır. Nədənsə sevdiyi nə isə ona cəza eləməliyik ki, sən bunu etməsən bu olacaqdır. Və bir həftə sonra mən gözəl bir məktub yazdı ki, müəllimə, həqiqətən sizin dediyinizdə həqiqət var imiş. Biz bu günə qədər düşünmüşük, uşaqdır, buraxmışıq. Demək ki, tərbiyədə və təhsil cəza sistemi bəli, mütləq olmalıdır. Mütləq olmalıdır. Ümumən təhsildə valideyn məktəblə, müəllimlə sıx əlaqədə olmalıdır. Harda ki, valideyn daim uşağını izləyir, orada nəticəni görə bilirik. Yəni bu mütləqdir. Çox gözəl vurğuladınız Kəmalə xanım. Təəssüflər olsun ki, bu gün işləyən mamalarımızın sayı çoxdur. Yəni hər kəs iş həyatına qatılıbdır. Təəssüf ki, biz övladlarımızı yaxından izləyə bilmirik və sonunda deyirik ki, filan kəs yaxşı müəllim deyil, pis müəllimədir. Belə. Kəmalə xanım, hər kəsin təhsil alma hüququ var. Yəni biz bunu bilirik. Sağlam təhsilə hər bir vətəndaş, hər bir balamız cəlb olunmalıdır. Olub yəqin ki, sizin də təcrübənizdə xüsusi təhsil uşaqlar, yəni xüsusi təhsilli uşaqlarımızın sayı çoxdur bugün Azərbaycanda da. Varmı qruplarınızda heç belə uşaqlar? Və yaxud da olubmu keçmişdə belə bir uşaq? Xüsusi təhsilli uşaqla necə işləmisiniz? Necə onu cəmiyyətə qazandırmısınız? Kiçik bir təcrübənizi danışardınız. Çox sağ olun. Çox gözəl sualdır. Olubdur, var. Yəqin ki, olacaqdır təəssüf hissi ilə. Təbii ki, biz dünyaya gələndə sağlam dünyaya gəlmək istəyirik. Bəzən olur ki, onlar da olmur. Bunu cəmiyyətə qazandırmaq, bəli, mən bir müəllim olaraq həmişə ilk öncə şagirdlərimə başa salmışam ki, o şagirdlər bizdəndir, bizim birimizdir və biz onlara qucaq açmalıyıq, onları öyrətməliyik. İllər öncə bir şagirdim olub, indi də sinifimdə şagirdim, hətta deyərdim ki, 2-3 şagirdim var ki, xüsusi qayğıya ehtiyacı var. Mən onlara xüsusi qayğı deyirəm, çünki onların bizim qayğımıza ehtiyacı var, onların bizim sevgimizə ehtiyacı var. Cəmiyyətdə öz yerlərini tapmağı bacarması üçün şagirdim olub və çox şükür ki, o bugün səhv eləmirəmsə artıq bitiribdir. Nə gözəl. Universiteti bitirib, hətta informatika mühəndisliyi universitetini. Belə deyərdim ki, məktəbə gələndə valideynin ümidləri yerdə idi və düşünürdü ki, yəqin 4-cü sinifi bitirər, evə gedər, yəni evdə təhsillə davam elətdirər. Mən təbii ki, valideynə ilk öncə dedim ki, yox, biz təhsilimizi sona qədər davam elətdirəcəyik və təbii ki, 4-cü sinifə qədər bacardığım qədər, əlimdən gəldiyi qədər ilk öncə mühiti, sinif mühitini düzəltdik. Təbii ki, şagirdlər ona öz sevgisini verdilər və şagird özünü sinifdə özgüvənli hiss elədi, rahat hiss eləyirdi. Hamıdan biri olaraq hiss etdi. Hamıdan biri olurdu, heç kimlə çəkinmirdi. Hətta tədbirlərdə belə
ürəklə iştirak edirdi. Sonra isə biz 9-cu sinifə çatanda artıq valideyn düşündü yenə də ki, yox. Yenə də məsləhətlər elədik, başa saldıq ki, bunu müraciət etsək biraz problemimiz, yazma problemimiz vardı. Serebral iflic olduğu üçün uşağımızda və 9-cu sinif buraxılış imtahanı verdi. Elə qaydada 11-ci sinif buraxılış imtahanı verdi və təbii ki, dövlət institutuna imtahan verdi və qəbul oldu. Siz bir gəncə həyata Bəli. qaytarırsınız. Və həmişə düşünəndə, sual verəndə ki, sən böyüyəndə kim olacaqsan və belə rahatlıqla mən həkim olacağam. Düzdür getdi Ancaq mən onun yerinə olsam deyərdim ki, mən Kəmalə müəllim olacağam. Düzdür getdi mühəndisliyi seçdi, amma gözəl bir sənət seçdi və bu gün də öz həyatına davam eləyir. Özgüvəni var və eynində hal-hazırda sinifimdə təhsil alan şagird, yəni düşünəndə ki, artıq o rahat formalaşır, sinifdə özünü rahat hiss edir. Akademik bilik yenə deyirəm, ala bilərik. Hamının akademik biliyi ola bilər. Ola bilər ki, bəzən riyaziyyat Azərbaycan dilindən bizim qiymətlərimiz bizi qənaət bəxş etməz, amma gələcəkdə gözəl musiqiçi ola bilər, rəssam ola bilər. Əsas onları sosiallaşdırmaq, cəmiyyətə qazandırmaqdır. Sosiallaşdırmaqdır və bu da biz müəllimlərin üzərinə düşür. Mənim ilk belə desək, tövsiyəm də gənc müəllimlərə elə şagirdlərdən qorxmayın, elə şagirdlərə qucaq açın. Düşünün ki, mən həmişə düşünmüşəm ki, sadə belə desək də, qayğıya ehtiyacı olmayan bir şagirdi öyrətmək asandır. Bəli. Əsas o şagirdi öyrətməkdir. Əgər onu öyrədə biliriksə, demək biz bu müəllim peşəsində öz yerimizi tapa biləcəyik. Bəli, biz pedaqoqlar. Bəli. Kəmalə xanım, həm də siz çox gözəl anasız, böyük məsuliyyətli bir işi icra etmənizlə bərabər bilirəm ki, oğlunuzla hər zaman qürur duyan bir anasız. Buradan Hüseyni də salamlayırıq. Nə edirsiniz Hüseynin dərslərini? Özünüz məşğul olursunuz yoxsa? Hüseynin də belə deyək də, həm ana, həm müəllim olmaq həqiqətən çətindir. İlk müəllim, ümumiyyətlə belə deyərdim ki, valideyn həm də elə ilk müəllimdir. Müəllim olmaq, bir də valideyn olmaq. Düzdür, Hüseynin ilk müəllimi olaraq həmişə çalışmışam o balansı qoruyum. Məktəbdə müəllim, evdə ana ola bilim. Bunu o ibtidai belə desək də bölmədə onu uğurla başa vurmuşam. Amma hal-hazırda, yəni artıq övladım 7-ci sinifdədir. Onun dərsləri ilə maraqlanmaq, onun müəllimlərinin üzərinə düşən, buradan da onların müəllimlərinə xüsusi təşəkkür edirəm həqiqətən də ki, mənim övladımın təhsilinə xüsusi diqqət yetirirlər, nəinki mənim istənilən bir övladım və mən də çalışıram daim onu izləyim. Bəzən olur sinifdə yorğun gəlib, öz övladıma çata bilməməyim də olur. Bəzən bu zaman özümü də qınayıram bir ana olaraq ki, mən övladıma yetərincə çatmıram. Amma düşünürəm ki, şagird oğlum əmin əllərdədir və onun dərslərini nəzarətdə saxlayıram. Təbii ki, bayaq dediyim kimi, valideyn olaraq hər bir valideynin qarşısında məqsəd olmalı ki, övladını hansı zirvədə görmək istəyir. Bəli. Və mən bu qabağıma qoyduğum məqsəd onu hansısa bir zirvədə görməkdir və çalışıram o nəzarətimdə saxlayım. Səmimi deyək, peşə seçiminə müdaxilə etmədiniz? Yox, peşə seçiminə müdaxilə etməmişəm. Düzü indi özü həkim olmaq istəyir. Yəni bilmirəm, hələ də gözləyirəm. Qərar onundur. Mən də qərarı verə bilmərəm. Çünki bəzən deyir beyin cərrahı olacağam, bəzən deyir amma israrla həkim olacağını deyir. İdman sahəsində də uğurları var, amma yox, peşə seçiminə qətiyyən bir valideyn olaraq. Düşünürsünüz ki, bu yanlışdır peşə seçiminə daxil təbii ki, etmək. O özünü hansı yerdə görürsə, o yerdə qoy uğurunu tapsın. Yəni bir valideyn olaraq biz ona dəstək ola bilərik və valideyn olaraq borcumuzdur ki, övladımızı nəzarətdə saxlamaq. Fərqi yoxdur, hansı yaşdadır, hansı sinifdədir, hansı billədədir. Yəni bunu etmək bizə borcdur. Doğru. Kəmalə müəllim, əlaçılıq bir potensial, yoxsa genetik kod, yoxsa aşırı çalışqanlığın bir nümunəsidir? Gözəl sualdır. Əslində deyərdim, əlaçılıq bir potensialdır. Orada hər üçü öz yerini göstərir, genetik kodda və çalışqanlıqda. Amma gəlin baxaq, mən yenə də qayıdacağam keçmiş dövrümə, şagirdlərimə. Yəni bu gün də hansısa bir valideyn, yenə də valideyn müəllim
Valideyn müəllimi dəstəkləyirsə, müəlliminin yanındadırsa, onun iradlarını qəbul edirsə, onun övladı hansısa həmişə uğurdadır. Bir şagirdin irəliləyişini təbii ki, müəllimindən başqa heç kəs görə bilmir. Belə bir deyim var Kəmalə xanım, əti sənin, sümüyü mənim məsələn. Bəli. Biz bunu bacarırıqmı valideyn olaraq? Bəzən valideynlər bacarır. Yox, o valideynlərin haqqına girməyək. Var elə valideynlər ki, yəni həmişə təşəkkürlüdürlər, həmişə müəllimin dəstəyindədirlər. Bayaq hətta bir vebinara qoşulmuşdum, orada da vurğuladım. Biz valideynləri həmişə müəllimi tənqid etməməliyik, müəllimdə günah axtarmamalıyıq. Bəzən valideyndə ola bilər, müəllim səhv edə bilər. Onu müəllim valideyn arasında ortadan həll olunsa daha yaxşı olar. Nəinki o şagirdin yanında. Çünki bir valideyn şagirdə müəllimin belə edib, səhv edibdir. O kimdir ki, bunu etdi? Onda bəli, o şagird heç bir nəticəni onda əldə edə bilməyəcəksin. Yox, müəllimin düzdür. O nə etdisə düz edib. Təbii ki, müəllimin səhvini valideyn olaraq müəllimlə danışıb, o ortada bir dialoq var. Ondan həll etmək olur. Biz də bir insanıq. Bizim də emosiyalarımız var. Bəzən olur. Təbii ki, yenə deyirəm, tənqid başqadır, təhqir başqadır. Tənqid özü bir inkişafdır. Bunu etsək, nə gözəl bizə, cəmiyyətimizdə gələcək nəsil daha yüksəkdə olacaqdır. Yəni o tənqidləri qəbul etmək mütləqdir. Çox gözəl. Son olaraq bu sual vermək istəyirəm sizə Kəmalə xanım. Necə edək uşaqlarımız təlimə, təhsilə meyllənsin, yaxşı oxusun və bir belə deyək, həm buradan tövsiyənizi istəyəcəm, həm valideynlərə bir tövsiyənizi, həm də uşaqlarımıza. Sizi dinləyirlər çünki. Çox sağ olun. Necə edək? İlk öncə səbirli olmalıyıq. İşimizə səbirlə yanaşmalıyıq və sevgi ilə yanaşmalıyıq. İnanın, sevgi və səbir varsa, o sinifdə böyük bir nəticəni əldə etmək olur. Bu gənc müəllimlərə də aiddir, gənc valideynlərə də aiddir. Hamının övladı, hamının balası özü üçün əzizdir, qiymətlidir. Amma siz düşünün ki, mən həmişə deyirəm, heç kimə etibar etmədiyimiz övladımızı müəllimə etibar edə bilirik. Bəli. Onu etibar etdiyiniz andan onu özünüzə ailənin bir üzvü qəbul edin və şagirdinizin təhsilində müəllim böyük fiqurdur deyib onu dəstəkləyin. İnanın, orada təbii ki, istənilən müəllimlərdən ən çox istədiyim sevgidir, motivasiyadır, uşaqları ruhlandırmaqdır, dərslərinin daha maraqlı keçməsi üçün sevgi olan yerdə hər şey möhtəşəm olur. Sevgini verdikdən sonra uşaqdan istənilən nəticəni əldə etmək olur və valideynlər də eyni qaydada, yəni müəllimlə bir olmaqlarını, müəllimi dinləməklərini, onda daha yaxşı nəticəni əldə etmiş olarıq. Mənə elə gəlir ki, bu üçlük mütləqdir. Müəllim, şagird, valideyn, üçbucağımız qurulursa, orada möhtəşəm bir nəticə. Bəli, elə uğurlu təhsilin də başlanğıcı budur. Hər üç müəllim, şagird və valideyn birliyi. Bəli, bu birlik alınırsa, demək ki, nəticəmiz də gözəl olacaqdır. Təşəkkür edirəm Kəmalə xanım. Siz sağ olun, təşəkkür edirəm dəvətiniz üçün. Sağ olun.